Soğan çəkirik, sarımsaq, şirin biber, acı biber də çəkəcəyik. Bu pomidorlarımı da acılı, köklü ketçup eləyəcəm, belə acık eləyəcəm. Bu da bu reseptlərəndir. Kababımız olur, azalıb qutarıb qızartmamızı elədik. Bu da ketçuplarımızın hazırlığıdır. Hazırlayırıq. Götürəndə yaxında petruşkası, sarımsağını töküb götürəcəm. Soğanı qovrulacaq. Sonra kökünü, biberini qovuracam. Allah'ın izniyle. Sonra pomidorunu. Qabığını soyub çəkib maşından tökəcəyik içine. Soğanı bu cür qızardı. Kökünü tökürəm. Kökünü qovuracam. Sonra biberini tökəcəm. Bunu mən özümdən eləmişəm kökünə. Qışda belə çörəyə zada çəkəndə qəşəng olur. O birilərindən də eləmişəm, həm də acılıdır. Bu qaydada. Bu da qovruldu, qəşəng. Ağzı yağa dönür. Və biberimizi atırıq. Kırmızı. Biberini de töktüm. Biber de qovrulsun. Sonra tuzunu, şekerini, ikisini lazım olsa petruşkasını töküp pişirip yığılacaq bankalara inşallah. Biberimiz qovruldu. Pomidorumuzu da çəkdik. Bu qaydada tökürük içine. Ay, tökdük, beşikçi qarışdıracağıq, qaynayacaq, şəkərini, duzunu, iksisini axırda nizamlayacağıq, petruşkasını. Sonra yığacağıq bankalara bağlayacağıq. Uzun pomidorunu tökmüşük. Acekamızın üzeri çayın. Köklü acekamızın pomidoru qaynara düşür, getdikcə qatılaşır və dəhşətli bir hala çevrilməyə başlayır. Mən aşdüzən ona görə qoyuram ki, əziz səhifəmin izləyiciləri ağzına. Aşdüzənin deşiyindən buxar çıxır, suyu quruyur. Kənara çıldıramaz. Qapaq qoyanda qapaq buxarı qalır içində, suyu tökülür, suyu gec quruyur. Ona görə aşdüzən, iri gözdə aşdüzən qoyuram ki, buxar çıxsın belə yuxarı, qazanım olsun. Çıldırasa da qabın arxasını sivirib tökürəm içine. Tez qurusun suyu, tez olsun. Acekamızı elədik, qaynayır, qatılaşır yaxında. Sarımsaq soğanla qovurmuşdum. Ətri getməsin deyə, axırda da biraz kalayıb tökürəm. Sonra da petruşka tökəcəm, biraz qarışdırıb, sonra yığacam bankaları. Hazır oldu aceka. Acekamız qatıldı. Petruşka doğramışdım. Tökürəm içərisinə. Qarışdıracağım. Azacıq qalsın. Yığacam bankalara. Başqa göyərti mən doğramıyorum. Şüyüd doğrayan görmüşəm. Keşniş doğrayan görmüşəm. Ağ reyhan oldu. Fəsləyən deyir türklər. Ondan doğrayan görmüşəm. Mən ancaq petruşka doğrayıram. Göyərtisi ölsün, yığacam bankalara. Bu mənim köklü, şirin acikam. İndoneziya kəşfiyyatına düşən acika. Bəli. Bunun tərkibində pomidor, qırmızı acı biber, şirin biber, yaşıl biber, kök, soğan, sarımsaq, yağ, duz, azacıq şəkər. Pomidorlarım şirindir, azacıq. İksus mən heç birisindən nə liçoma, nə acekama, nə ketçupuma vurmuram. Pomidorun özü iksus tamındadır. Düzgün hazırlasaq, o cür görsənir. Hər kəsin əlinə, əməyinə sağlıq. Bizim də Allah hər kəsə halalından bərəkətli, xeyirli, bol ruzu yetirsin, can sağlığı versin.
şirin ağzına, sağlam canla yeməyi nəsib qismət eləsin. Bizlər də içində. Amin.